Psixologiya ədəbiyyatını araşdırdığınızda qarşınıza çıxan bir fenomenlə sizi tanışdırmaq istəyirəm. Tall poppy sendromu. Bir çiçək həddindən artıq uzuyursa, onun dallarını, budaqlarını kəsmək lazımdır mənasına gəlir. Bəzən insanlar ortalamadan çox fərqlənəndə, çox ağıllı, çox yaradıcı, çox istedadlı olduğu zaman bu sadəcə heyranlıq yaratmır. Eyni zamanda da müqayisəsinə, qısqanclığına, narahatlığına və təhdid hiss etməsinə səbəbiyyət verə bilir. Çünki istedadlı insanlar bəzən başqalarına öz çatışmazlıqlarını xatırladır. Bu zamanlarda cəmiyyət o insanı dəstəkləmək yerinə tam tərsinə, kiçiltməyə, tənqid etməyə, hamı kimi olmağa dəvət edir. Başqa bir sözlə, məcbur edirlər. Bunu ən çox üstün qabiliyyətli uşaqların həyatında görə bilirik. Araşdırmalar bizə göstərir ki, bəzi uşaqlar sosial qəbul görmək üçün öz yaradıcılıqlarını, bacarıqlarını gizlətməyə məcburiyyətində qalırlar. Özlərini kiçik göstərməyə və fərqli görünməyə çalışırlar. Yəni istedad, başqalarından fərqli olmaq, yüksək IQ hər zaman üçün bir hədiyyə mənasına gəlməyə bilir. Bəzən sosial mühitdə yükə çevrilə bilir. Cəmiyyət çox vaxt ortalamanı norma kimi qəbul edir. Ortalamanın üstünə və yaxud çox üstünə çıxdığınız zaman həm heyranlıq duyulur, həm də müqavimət yaranır.